danışırıq. İnsanların emosional duyğularından, hisslərindən dərsi biz necə qavrayırıq? Emosional olaraq qavrayırıq da, yəni dərsi emosional olaraq dərk edirik. Baxın, birinci mərhələmiz adlanır qəbul etmə. Qəbul etmə adından məlumdur. Düzdür? Müəllim dərsi izah edir, şagirdlər də nə edir? Fəal dinləyir. Burada fəal dinləyici olacaq. Baxın, fəal dinləyici. Bəli, sən dərsi yaxşı qavramaq üçün növbədə fəal dinləməyi bacarmalısan. Ki, görün müəllim nə danışır, nə izah edir, nə başa salır mənə. Fəal dinləyici olması şagirdin qəbul etmə mərhələsidir. Və fəal dinləyici də necə olmalıyıq? Danışana fikrimizi yönətməliyik, düzdür? Və fikrimizi yayındıran heç nəyə məhəl qoymamalıyıq. Diqqətimiz danışanda olmalıdır. Ki, biz nəyə bilək? Qəbul edə bilək. Qəbul etmə mərhələsi budur. Fəal dinləyici olması şagirdin. Müəllim danışdıqca, məsələn, qeydlər yazmaq, qeydlər aparmaq qəbul etmə mərhələsidir. Mən qeydlər aparıram ki, sonra o müəllimin danışdıqları yadımdan çıxmasın, xüsusi hissələri bilim. Qəbul etmə budur. İkinci gəlir cavab vermə mərhələsi. Baxın, cavab vermə nədir? Artıq bayaq dinlədiyi, qəbul etdiyi məlumatları emosional olaraq ötürməsi, geriyə qaytarması yəni. Müəllimin suallarını cavablandırır şagird burada. Özü başa düşmədiyi nə isə yenidən müəllimə sual verir və nəticədə nə edir? Həmin özünə qaranlıq qalan məlumatları, hissələri aydınlaşdırmış olur. Buna deyirik cavab vermə. Deməli, nələrə aid oldu bura? Müəllimin suallarını cavablandırmaq, gəlib dərsi təqdimat eləmək, yəni öyrəndiklərini göstərmək, eyni zamanda şagirdin baxın, qoyulan qaydalara əməl etməsi. Qaydalara əməl edirsə, bu da cavab vermədir. Sinif müzakirələrində aktiv iştirak eləyirsə, bu da cavab vermədir. Yəni, şagirdin öyrəndiklərini geriyə qaytarması, buna biz cavab vermə mərhələsi deyirik. Üçüncü mərhələ dəyərləndirmədir. Dəyərləndirmə şagirdin o qəbul etdiyi məlumatlar əsasında artıq özündə müəyyən dəyərlər formalaşdırmasıdır. Burada artıq mənəvi dəyərlər formalaşır uşaqlarda. Mənəvi dəyərlər deyəndə nəyi nəzərdə tuturuq? Şagird məsələn yoldaşlarına kömək edir burada, bu mərhələdə. Onlarla empatiya qurur, dəstək verir. Məsələn, yoldaşı zəif nəticə toplayanda ona ürəkdirək verir. Deyir, narahat olma, yaxşı olacaq, daha çox çalış. Bir növ başqalarını dəyərləndirir burada. Dəyərləndirmə mərhələsində qəbul etdiyi həmin o dəyərləri özündə nümayiş etdirməkdir dəyərləndirmə. Dördüncü gəlir təşkil etmə. Ümumiyyətlə, təşkil etmə metakognitiv bacarıqlarla sıx bağlıdır. Metakognitiv bacarıq nədir? Bəli, bir insanın özü haqqında məlumata malik olması və bunu öz həyatında tətbiq etməsi. Metakognitiv bilik yox, daha çox metakognitiv bacarıqlarla bağlıdır təşkil etmək. Çünki baxın, bu fəaliyyətin növüdür, düzdür? Burada işin icrası lazımdır. Yəni, öyrəndiyimiz metakognitiv bilikləri əgər şagird öz həyatında tətbiq edə bilirsə, öz öyrənməsində istifadə edə bilirsə, o zaman təşkil etmə mərhələsində hesab olunur. Ümumiyyətlə, təşkil etmə necə meydana gəlir? Təşkil etmə bir neçə dəyərləndirmədən ortaya çıxan bir şeydir. Dəyərlər toplusundan təşkil etmə mərhələsi meydana gəlir. Şagird burada daha çox özü ilə bağlıdır. Baxın, təşkil etmə daha çox özü ilə bağlıdır artıq. Müqayisə eləsək digər idrak taksonomiyası ilə, təfəkkürün növü ilə falan görərik ki, 5-ci mərhələlər bir-birinə bənzəyir. Burada 4-cü mərhələdə, orada 5, orada da ən sonda 2 idi, burada da. Orada dəyərləndirməkdir, düzdür, dəyərləndirmək, idrakdakı olan dəyərləndirmək ki, öz mövqeyini müəyyənləşdirdi, fikir bildirirdi, yanaşma göstərirdi və s. Burada da təşkil etmə mərhələsində planlar qurur, strategiyalar müəyyənləşdirir, işinin effektivliyini yoxlayır və s. Dəyərləndirmə ilə təşkil etmə bir-birinə bənzəyir. Bəzən müəllimlər bunu qarışdırır bu iki mərhələni. Sadəcə bilin ki, dəyərləndirmə sadə bir mərhələdir. Burada sadəcə yoldaşlarına kömək edir, onları həvəsləndirir və baxsanız görərsiniz ki, onların cümlələri də testlərdə daha sadə, yığcam verilir. Bəli, dəyərləndirmədə daha çox başqalarını həvəsləndirir, başqaları ilə bağlıdır. Amma təşkil etmədə öz işini planlaşdırır, vəziyyətə uyğun hala gətirir. Məsələn, kiməsə kömək lazımdırsa, dəyərləndirmə mərhələsində olan insan nə edəcək? Ona birbaşa köməklik göstərəcək. Burada daha çox emosionaldır.
Emosiyaların təsiri altındadır. Amma təşkil etmə mərhələsində olan şagird nə edəcək? O vəziyyətə baxacaq. Əgər həqiqətən ehtiyacdırsa kömək, yoldaşına köməklik göstərəcək. Ehtiyac deyilsə yol göstərəcək, özü eləsin. Və ümumiyyətlə ehtiyac deyilsə kömək eləməyəcək ona. Yəni baxacaq vəziyyətə. Misal üçün də yoldaşım elə oturub öz rahatçılığına güdür, deyir burada mənə kömək elə, özü eləmək istəmir. Mən də baxıram işin gedişatına baxıram, təşkil etmə mərhələsindəyim. Baxıram ki, bu adam elə öz kefindən bunu deyir də. Mən də deyirəm ki, ged özün gör. Bu təşkil etmədir, amma dəyərləndirmədə nə edəcək? Qaçıb ona tez kömək eləyəcək ki, gəl sənə kömək eləyim. Emosional davranacaq orada. Və ən sonuncu mərhələmiz xarakterizə etmə. Baxın, bu sözün kökünə baxın. Nədir sözün kökü? Xarakter, düzdür? Artıq yəni davranışların şagirdin xarakterinə çevrilməsidir bu. Xarakterizə etmə mərhələsi. Burada açar sözlər var. Daima, həmişə və s. kimi sözlərdən istifadə olunur. Daima, həmişə, hər zaman. Yəni, daimilik bildirən sözlərdən. Xarakterizə etmə artıq şagirdin davranışlarının onun xarakterinə çevrilməsi deməkdir. Məsələn, deyir, şagird hər gün böyüklərə hörmət göstərir. Deməli, böyüklərə hörmət göstərmək nə olub? Artıq onun xarakterinə çevrilibdir. Və ya həmişəki kimi neynədir? Dərsə gecikdi. Deməli, dərsə gecikmək neynəyib? Onun artıq xarakterinə çevrilir. Yəni, xarakterizə etmə zəif inkişaf edib orada. Və ya həmişə hamıdan tez gəlir dərsə. Artıq vərdiş edib. Yəni, bu davranış onun bir növ vərdişinə çevrilibdir, xarakterinə çevrilibdir. Daima müəllim onu qrup lideri seçir. Niyə? Çünki o liderliyinə görə digərlərindən seçilir. Müəllim də onu daima qrup lideri seçir. Xarakterizə etmə mərhələsi budur. Baxın, misal üçün, şagird suallara aktiv cavab verirsə, hansı mərhələdir? Cavab vermədir. Amma desək ki, şagird həmişəki kimi yenə də suallara aktiv cavab verdi, bu xarakterizə etmə mərhələsi olacaq. Daimidirsə xarakterizə etmə olacaq. Və yaxud da şagird dərsi diqqətlə dinləyir. Bu hansı mərhələdir? Qəbul etmə mərhələsidir. Şagird yenə də həmişəki kimi dərsi diqqətlə dinləyir. Bu artıq onun xarakterinə çevrilibdir, xarakterizə etmədir. Yəni, xarakterizə etmənin içərisində digərləri hamısı ola bilər. Əsas odur ki, orada bir davamlılıq, ardıcıllıq olsun ki, bunu bir dəfə yox, bir neçə səfər uşaq edir. Belə, nə oldu qəbul etmə? Fəal dinləyici diqqətini müəllimə yönəldir, fikrini dağıdan şeylərə məhəl qoymur, müəllimi fəal dinləyir, diqqətlə dinləyir, qeydlər aparır, faktoloji məlumatları yazır və s. Cavab vermədə isə öyrəndiklərini artıq müəllimə misal üçün gəlir, dərsə danışır, sual verir, başa düşmədiyini soruşur, qaydalara əməl edir, aktiv iştirak edir müzakirədə. Bunlar hamısı cavab vermədir. Dəyərləndirmədə. Baxın, bəli, başqalarına daha çox nə edir burada? Kömək edir, başqalarına kömək edir. Kömək. Bəli, istiqamət verir onlara, kömək edir. Daha çox emosionaldır burada. Yoldaşlarını ruhlandırır, həvəsləndirir. Bunlar hamısı dəyərləndirmədir. Təşkil etmədə nə edir? İşini düzgün şəkildə, bəli, planlaşdırır, qruplaşdırır, işini təşkil edir, strategiyalar müəyyənləşdirir burada. Baxın, strategiya təşkil etməyə aiddir. Və metakognitiv bacarıqlarla bağlıdır. Məsələn, deyir, müəllim klaster iş üsulundan istifadə edərək dərsi tədris etdi. Şagird baxdı, gördü ki, bu üsul onun üçün çox faydalıdır. Baxın, bu üsulun onun üçün faydalı olmasını görməsi dəyərləndirməkdir hələ. Sonra deyir ki, şagird bunun faydasını gördü və növbəti dəfə öz fəaliyyətində bunu istifadə etdi. Bu oldu təşkil etmə artıq. Yəni, artıq həmin bacarığı özündə neynədir? Tətbiq elədə aparıb. Bu oldu təşkil etmə. Metakognitiv bacarığı özündə nümayiş etdirdi. Xarakterizə etmə də ki, artıq, bəli, onun xarakterinə çevrildi. Misal üçün, həmişəki kimi neynir? Dərsdə fəal iştirak edir. Daima dərsi pozur. Deməli, xarakterizə etmə zəifdir, yəni bunda. Yenə də xarakterizə etmə götürəcəyik. Belə, başa düşdünüz emosional sahəni. Sonra, psixomotor sahə. Burada gördüyünüz kimi emosiyalarını göstərir yəqin ki, orada. Səbləşib. Hə. Psixomotor sahə. Bunun da 5 mərhələsi var.
Bu da çox sadə bir taksonomiyadır. Yəni nədən bəhs edir? Hərəki fəaliyyətlərdən bəhs edir. Hərəki fəaliyyətlərdən. Baxın, deyir, psixi proseslərin, psixomotor, psixi proseslərin motor bacarıqlara təsiri. Yadda saxlayın, emosional taksonomiyada, psixomotorda ikisi də nədən asılıdır? İdrak taksonomiyasından bağlıdır, yəni. Bir-birinə sıx bağlıdır bunlar. Asılı yox, bağlıdır deyək. Bir-birindən bağlıdır. Niyə? Yəni, idraki fəaliyyət olmasa, təbii ki, nə emosional fəaliyyət, nə də psixomotor fəaliyyət inkişaf eləməz. Məsələn, qapı döyülür. Neynirəm qapı döyüləndə? Hərəkət edirəm, düzdür, gedirəm qapını açmağa. Bu psixomotor fəaliyyətimdir mənim, düzdürmü? Amma idraki fəaliyyətim olmasa, mən o qapını açmağa heç getmərəm, düzdür? Yəni, birinci siqnal ötürülür insanın beyninə ki, qapı döyüldü, sən onu gelsən açmağa. Birinci, yəni, idrak prosesi baş verir həmişə. Sonra psixomotor, hərəki bacarıq baş verir, yəni. Ona görə psixomotor adlanır bu. İdraki fəaliyyətlərin motor bacarıqlara təsiri. Birinci mərhələmiz adlanır imitasiya. İmitasiya nədir? İmitasiya fiziki tərbiyə müəllimidir. Hərəkətlər öyrədir şagirdə. Neynəməlidir birinci? Özü eləməlidir, özü göstərməlidir ki, uşaq da ona baxsın, təkrarlasın. Burada, baxın, canlı göstərmək var. Canlı şəkildə müəllim neynir? Göstərir. Göstərir. Nəyi göstərir? Hərəkətləri canlı şəkildə göstərir şagirdə. Bu olur imitasiya. Şagird də müəllimə baxır, yamsılayır onu, təqlid eləyir, hərəkətləri təkrarlayır, kopyalayır və s. İmitasiyada canlı görərək təkrarlayır. Və yaxud da ki, nəsə bir yemək hazırlamaq istəyirsiniz, açırsınız YouTube-u, baxırsınız orada kimsə pişirir, siz də ona baxıb edirsiniz. Bu imitasiyadır. Görürsünüz başqasını, ona baxıb təkrarlayırsınız. İkinci mərhələ adlanır manipulyasiya. Manipulyasiya idarə etmək, düzdür? Başqalarını idarə etmək. Burada iki əsas məqam var. Birincisi təlimatdır. Təlimat. Yəni burada təlimat əsasında idarə edir. Bayaq canlı şəkildə göstərirdi, düzdürmü? Müəllim özü göstərirdi, şagird təkrarlayırdı. Amma indi müəllim neynəmir? Göstərmir şagirdlərə. Sadəcə təlimat verir. Göstəriş verir, yəni. Baxın, göstərmək və göstəriş vermək. Bunları qarışdırır müəllimlər. Göstərmək imitasiyadır da, canlı göstərirəm. Göstəriş verirəmsə, o zaman manipulyasiyadır bu. Təlimat iki cür ola bilər. Şifahi və ya yazılı. Şifahi və ya yazılı təlimat ola bilər. Şifahi təlimat nədir? Yəni, mən özüm deyirəm, şifahi olaraq. Deyirəm ki, misal üçün, idman dərsində, məsələn, hərbi hazırlıq dərsində başa sarıram ki, hərbi yeriş üçün sağ əlini qaldıranda sol ayağını qaldır. Bu bir təlimatdır, düzdür, şifahi təlimatdır. Mən bunu deyirəm, şagird başlayır onu təkrarlamağa, eləməyə. Və ya yazılı təlimat. Yazılı təlimat da odur ki, misal üçün, müəllim deyir ki, kitabdakı qaydalara bax və oradakı yazılanları təkrarla. Bu olur manipulyasiya, şifahi, yazılı təlimat. Və ya kitabda baxın, şəkil verilib orada, düzdür, görürsünüz, bu şəkil. Bu özü yazılı təlimatdır bizim üçün. Təlimatdır ki, baxıram, oradakıları təkrarlamağa çalışıram. Canlı görmürəm ki, hərəkəti kimin etdiyini. Bu şəkildir sadəcə, cansız şəkildir. O zaman imitasiya olacaq ki, video olsun orada. Əgər mən videonu izləyib, məsələn, YouTube-dan açıb, videonu göstərirəmsə şagirdə, o da təkrarlayırsa, olur imitasiya. Yox, amma şəkilə baxaraq təkrarla deyirəmsə, bu olur manipulyasiya. Çünki bu biri yazılı təlimatdır. Məsələn, bir avadanlıq alırsınız mağazindən. Onun içindən nə çıxır həmişə? Təlimat kitabçası. O kitabça canlı deyil ki, sadəcə kitabçadır da. Siz onu açırsınız, oradakı yazılara əsasən başlayırsınız onu quraşdırmağa. Və ya şəkillərinə baxıb quraşdırırsınız. Bu sizin üçün manipulyasiyadır. Bəli, sizə oradan təlimatdır bu. Manipulyasiya budur. Yazılı və ya şifahi təlimat. Burada canlı göstərir, burada amma təlimat verir. Üçüncü mərhələdə artıq nə müəllim göstərtmir, nə də göstəriş vermir. Artıq şagird özü tək başına sərbəst şəkildə başlayır hərəkət etməyə. Yəni, öyrətdim səni, indi özün başla neynəməyə? Eləməyə də hərəkəti. Uşaq başlayır özü tək başına iş icra eləməyə. Məsələn, hərəkətləri təkrarlayır öz-özünə, başlayır onu etməyə. Bu zaman səhvlərə yol verə bilər,
yıxıla bilər, dura bilər. Yəni dəqiqlik deyəndə düşünməyin ki, hər şey dəqiq şəkildə yaxşı yerinə yetiriləcək, yox. Dəqiqlik odur ki, sən hərəkətləri başlayırsan icra eləməyə, bu zaman səhv edə bilərsən, yanlışa yol verə bilərsən, yıxıla bilərsən, məsələn, hərəkət edəndə, dura bilərsən, amma nə edirsən? Təkrarlayırsan hərəkətləri, davamlı olaraq təkrarlayırsan ki, öyrənəsən. Artıq burada nə müəllimin göstərməyi yoxdur, nə göstəriş verməsi yoxdur. Sən özün iş icra edirsən. Və ya bir qurğudur, müəllim sənə birinci göstərib ki, bunu necə düzəltmək lazımdır, bu imitasiyadır. Sonra göstəriş verib, təlimatlar verib ki, belə eləyərsən və özün gedirsən evdə başlayırsan onu quraşdırmağa. Məsələn, quraşdıranda nə edəcəksən? İlk addımda elə hər şeyi düz eləməyəcəksən ki, misal üçün deyirəm, bir oyuncaq alıbdır uşağa, valideyni. Onu quraşdırmalıdır. Qolunu ayağına taxacaqsan, ayağını başına taxacaqsan, nəsə səhvlər eləyə-eləyə düzəldəcəksən də onu. Ərsəyə gətirəcəksən. Çünki sən özün edirsən onu tək başına. Dəqiqlik budur. Tək başına özünün bir işi icra etməsidir. Dəqiqlik mərhələsi. Burada ona kömək yoxdur artıq. Köməksiz, tək başına özü işi icra eləməyə başlayır. Səhvlərə yol verə bilər, çoxlu səhvlər edə bilər. Amma davamlı nə edir? Sınaqdan keçirir. Davamlı işi icra edir ki, öyrənsin. Dördüncü mərhələ artikulyasiya adlanır. Baxın, art. Nədir art? İncə sənət, düzdür. Artikulyasiya da incə sənətlə bağlı bir şeydir. Yəni, artikulyasiyada nəsə düzəltmək, qurmaq, yaratmaq, bunlar daha çox öz əksini tapır. Burada şagird istənilən bir fəndə, baxın, kubun modelini düzəldir, deyir, binanın maketini hazırlayır, sadə sığınacaq düzəldir, nəsə düzəltmək, qurmaq. Bunlar artikulyasiyadır. Bir neçə işi eyni anda görmək də artikulyasiya. Şagird bir neçə işi eyni anda görür. Və bu zaman, məsələn, video çarx hazırlayır. Video çarx hazırlamaq artikulyasiyadır. Niyə video çarx artikulyasiyadır? Video çarx hazırlayanda nə edir? Şəkillər qoyacaq, musiqi müəyyənləşdirəcək, vaxtını düzgün quraşdırmalıdır. Yəni, bir neçə addımı eyni anda görmək artikulyasiya olacaq. Başa düşdünüz? Dəqiqlikdən bir pillə üstü artıq. Dəqiqlikdə bir işi özü tək başına görürdü, hələ öyrənirdi. Artikulyasiyada artıq müəyyən miqdarda öyrənibdir, müəyyən formada öyrənib. İndi artıq bir neçə işi eyni anda görür, daha təkmilləşdirib yəni işini. Video çarx hazırlamaq, maket düzəltmək, binanın, nə bilim, və ya kubun modelini düzəltmək, qurmaq, yaratmaq, bunlar hamısı artikulyasiya olacaq. Amma yadda saxlayın ki, artikulyasiyada möhtəşəm bir iş görmür. Yəni, ən gözəlini düzəltdi, yox. Möhtəşəm bir maket düzəltdi, yox. Sadəcə düzəldir. Yəni, bir neçə şey ilə, məsələn, deyir, tullantı materiallarından yeni nəsə hazırlayır. Yəni, hazırlayır da nəsə bir şey düzəldir. Bu olur artikulyasiya. Ən sonuncu mərhələ təbiiləşmə. Necə ki, bayaq biz xarakterizə etmədə dedik ki, onun davranışları artıq xarakterinə çevrilir, daima onu edir, eyni ilə burada da. Yenə eyni asar sözlər, daima, həmişə, hər zaman və s. kimi sözlərdən istifadə olunacaq. Sadəcə o emosionaldır, davranışlardan bəhs edir o taksonomiya. Bu amma psixomotordur, hərəkətlərdən bəhs edir. Məsələn, deyir, şagird futbol oyununda həmişəki kimi hamıdan bərk qaçdı. Deməli, təbiiləşibdir bu onun üçün. Və yaxud da ki, deyək, bir kompüter işinə məşğul olan bir adam klaviaturaya baxmadan yazmağı bacarır. Yəni, təbiiləşib. Təbiiləşmə odur ki, vərdişə çevrilib, avtomatikləşib də artıq. Buna biz deyirik təbiiləşmə mərhələsi. Başa düşdünüz? Belə. Deməli, imitasiya nə oldu? Canlı şəkildə görməsi, görüb təkrarlaması, yamsılaması, kopyalaması və s. Manipulyasiya nə oldu? Göstəriş əsasında iş icra etməsi. Şahid ola bilər, yazı da ola bilər. Dəqiqlik nədir? Öz başına, bəli, tək başına. Özü, bəli, bir işi tək başına icra edir. Artikulyasiyada isə, bəli, bir neçə hərəkəti eyni anda icra edir artıq. Düzəldir, qurur, yaradır. Bunlar hamısı olur nə? Artikulyasiya mərhələsi. Və təbiiləşmə də ki, bir işi hamıdan yaxşı görməsi, ən sürətli, ən tez və bunun onun artıq vərdişinə çevrilməsidir. Təbiiləşmə mərhələsi. Artıq təbiiləşib. Belə, bu olacaq psixomotor